Qarabağ müharibəsi veteranı ehtiyatda olan polkovnik leytinat hərbi siyasi ekspert Elmar Hüseynovdur. Elmar müəllim, salam, xoş gəlmişsiniz. Salamlar, vaxtınız Bu qələbəyə görə təbrik həm də sizə düşür və Elmar müəllim, İstərdim ki, bax, bu aprel döyüşlərinin aprelin 2-sində, yəni sabahdan etibarən, sabahki tarixdən etibarən, belə deyək, il dönümüdür. Amma nəticə etibarilə hadisələr aprelin 1-dən yəni artıq başlamışdı. Və istərdim ki, bax, bir növ o tarixə qayıdaq və aprelin 1-də başlanılan, bax, bu qələbə yolu deyək, qələbə yolu adlandıraq. Bizə nə verdi və Qarabağa aparan yolda əsas, belə deyək, mayakımız idi mi? Əsas mayakımız idi, ancaq aprelin 1-i biz fiziki hərbi fəaliyyətə keçdik, amma bu fəaliyyətə keçməyin səbəbləri var idi. Əsas budur. Yəni, bloklanmış, 94-cü ildə bağlanmış atəşkəs müqaviləsinin bloklanma və dondurulma prosesləri gedirdi. Mən onu sadalamaq istəyirəm və hərbi siyasi cəhətdən bunu sadalamaq istəyirəm. Azərbaycan-Ermənistan münaqişəsinin dondurulmamasını məhz dünyaya çatdırılmaqdır ki, siz bunu dondura bilmərsiniz, bu münaqişəni. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini bir növ bir daha ictimai və beynəlxalq təşkilatlara çatdırılmasını xarakteri daşıyırdı. Ermənistan ictimaiyyətinə müharibə anonsu verilirdi ki, yəni siz əgər sülhlə bunu verməsəniz, biz bunu müharibə yolu alacaq və burada itkiləriniz olacaq. Bundan əlavə olaraq, hərbi gücümüzün döyüşlə tətbiqinin prinsipləri ortaya qoyuldu. Əfsuslar olsun ki, hər zaman daxili və xarici düşmənlərimiz olub və xaricdən maliyyələn daxili düşmənlərimiz olub. Bu müharibə dönəmlərində xaricdən maliyyələşən daxili ünsürlərin aşkarlanması və təmizlənməsi prinsipi həyata keçirildi. Qlobal güclərin maraqlarının və istəklərinin və təkidlərinin Azərbaycan dövlətinin marağında olmaması və onların öz yerlərində oturtmasının kəşfiyyat aparılırdı. Hansı, yəni, böyük